Salam əziz izləyicilər. İndi alma armud ağacının çox qorxulu xəstəliyi ilə tanış olaq. Fikir verirsinizsə, bura şirələnibdir. Buradan bura qədər də şirəlidir. Yarpaqda da şirə var. Bu çox qorxulu xəstəlikdir. Nəticədə nə baş verəcək? Bu şirələnmiş hissə xarab olacaq. Burada budaqlar quruyacaq və sonda ağac özü quruyub məhv olacaq. Fikir verin, bax bu şirələnib bir vaxt. İndi quruyub qurusu qalıb. Çox qorxulu xəstəlikdir, ağacı qurudur. Bəs meyvə bir il tutaq ki, bu xəstəlik yoluxub, meyvə də gətirib, yetişib. O meyvə yavaş-yavaş çürüyəcək. Bir yerinə xal düşür, sadəcə rəngi, palıd rəng alır. Sonra o palıd rəng böyüyə gedir, üstündə də bir bar kimi belə bir ağ əmələ gəlir. Və meyvə çürüyür. Onu saxlamaq da olmur. Az bir zamanda qoyursan stolun üstünə, görürsən ki, çürüdü. Qorxulu xəstəlikdir. Bax, bu ikinci mənim alma ağacımdır. Və yarpaqları da şirələnib. Bax, bu xəstəlik iki cür olur. Bir həşəratlar vasitəsilə, bir də köbələk vasitəsilə. Mənim öz müşahidəmdir bu. Eləsi var həşəratlarla baş verir. Üstündə həşərat olur. Eləsi var həşərat görmək olmur. Amma bu xəstəlik tutur. Daha iki ağacım da var. Ümumiyyətlə 6 alma ağacından 5-i bu cürdür. Birində yoxdur. Və bu xəstəlik ilk olaraq keçən il. Bax, bunda müşahidə eləmişdim. Armud ağacıdır. Və baxıram, oxuyuram. Ancaq çərdəkli meyvələr də olur. Yəni alma, armud olan çərdək nə cürdür? Daha çox çərdəkli meyvələr də olur. Başqalarında olmur deməyi deyə bilmərəm. Ola bilsin ki, onda da olur, amma qeyd edirlər ki, ən çox alma, armud kimi çərdəkli meyvələrdə olur. İndi mən dava dərman hazırlamışam. Çiləyici xarabdır, onu da təmir eləyim. Yəqin ki, sabah bunlara dərman çiləyəcəm və nəticəsini görəcəyik. Alındı, alınmadı, hansı dərmanla müalicə eləmək mümkündür. Onu da sabah Allah imkan versə, sabah video çəkib qoyacam. Sağ olun, sağlıqla qalın.